Gördüyünüz bu dəstəyi bir pillə yuxarı qaldırırıq. Və bu düymə də ondan ibarət ki, siz istədiyiniz rejimi seçəsiniz. Fikir verin ona. İstədiyiniz rejimdə, yəni bunun intervalını seçə bilərsiniz. Bunu bir pillə qaldırmaq kifayət eləyir. Yəni bizdə mən hələ rast gəlməmişəm ki, o qədər də güclü yağış olsun. Bu adətən olur, ötmə əməliyyatına keçəndə sizə lazımdır ki, şüşəslənlər sürətlə işləsin. Onda istəsəniz belə bir vəziyyəti keçirə bilərsiniz və yaxud belə. Deməli, burada belə bir vəziyyət var. Yəni mən bunu qaytardım, bir pillə qaytarmışam. İndi fikir verin, gör nə baş verir. Görürsünüzmü? Şüşəsilən bir balaca yuxarıda deyilib. Yəni öz yerində tam olaraq dayanmır. İndi bu gözləyir ki, nə vaxtsa yağış düşəndə şüşəni silsin. Damcı olmadığına görə. İndi bu aktiv vəziyyətdədir. İndi biraz vaxt keçəndən sonra görür damcı yoxdur, qayıdacaq öz yerinə. Biraz gözləyək. Fikir verdiniz. Tam olaraq öz yerinə oturdu. Bu qədər sadə. Əlavə sual olarsa cavablandıra bilərəm.